Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovun rəhbərlik etdiyi nümayəndə heyəti İran hücumlarına qarşı müdafiəni gücləndirmək üçün Körfəz ölkələrinə səfərə yola düşüb. Bu barədə Ukrayna prezidenti Volodymyr Zelenski Telegram kanalında məlumat paylaşıb. Zelenski bildirib ki, Ukraynalı mütəxəssislər bölgədə həyatları qorumağa və vəziyyəti stabilləşdirməyə davam edə bilərlər. Ukrayna dünyada hücum dronlarına qarşı müdafiə üzrə ən geniş təcrübəyə malikdir. Bizim təcrübəmiz olmadan Yaxın Şərqdə, o cümlədən Körfəzdə, Avropa və Amerika tərəfdaşları üçün güclü müdafiə qurmaq çox çətin olar. Biz Ukraynaya kömək edənlərə yardım etməyə hazırıq. O qeyd edib. Zelenskinin bu açıqlamasından sonra Birləşmiş Ştatlar Mərkəzi Komandanlığı bildirib ki, artıq Ukraynadan göndərilən anti-dron texnologiyası regiondakı hərbi bazaların qorunmasında istifadə edilir. Ukraynanın istehsal etdiyi minlərlə aşağı bütçəli dron əleyhinə sistemlər İranın artan PUA hücumlarında Birləşmiş Ştatların işinə yarayıb. Bu vasitələr ucuz olmaqla yanaşı dronlara qarşı eyni anda mübarizə aparmaq imkanına malikdir. Texnologiyanın qiyməti təxminən 1000-2500 ABŞ dolları civarındadır. Octopus 100 bu strategiyanın ən tanınmış nümunəsi hesab olunur. Sürəti təxminən saatda 300 km, uçuş hündürlüyü isə 4500 metrə qədərdir. Dronun avtomatik hədəf izləmə və zərərsizləşdirmə funksiyalarına malik olduğu bilinir. Həm gecə, həm də elektron maniyələr altında işləmə qabiliyyətinə sahib olan Octopus 100-ün qiyməti təxminən 2500 dollardır. Bu texnologiya ənənəvi sistemlərin zərər görməsini azaldır və dronlara qarşı mübarizədə bir sıra üstünlüklər qazandırır. İran Yaxın Şərqdə hücumlarını əsasən kamikadze tipli dronlarla həyata keçirir. Onlar strateji obyektlərə və hərbi bazalara çoxlu sayda və eyni anda göndərilir ki, müdafiə sistemlərini çətin vəziyyətə salsınlar. Hücum dronları adətən kiçik ölçülü və sürətlidir. Bu da onları radar və ənənəvi müdafiə üçün çətin hədəf edir. Antidron sistemləri bazaları və strateji obyektləri hücum dronlarından effektiv qorumağa imkan verir. Bu sistemlər Birləşmiş Ştatlara eyni anda onlarla hücum dronunu havada məhv etmə imkanı verərək bazalarını daha etibarlı qorumağa imkan yaradacaq. Eyni zamanda dron əleyhinə sistemlər Birləşmiş Ştatlara taktiki çeviklik qazandıraraq İranın hücumlarını zərərsizləşdirməyə imkan verəcək. Bəzi ekspertlərin fikrincə Pentagon ənənəvi hava müdafiə sistemlərinin yükünü azaltmaq üçün dron əleyhinə sistemlərdən istifadə edir. Çünki Birləşmiş Ştatlar bahalı müdafiə sistemlərindən istifadə edərək dronları zərərsizləşdirməyin heç də sərfəli olmadığını görüb. Paralel olaraq İranın Şahid tipli hücum dronları ilə artan həmlələri müdafiə sistemlərinin yüklənməsi ilə nəticələnib. İddialara görə İran gün ərzində minlərlə dronla hücum edib ki, nəticədə Birləşmiş Ştatlar bunun qarşısını almaq üçün daha ucuz variantlar axtarmağa məcbur olub. Nəzərə alsaq ki, Ukrayna minlərlə aşağı bütçəli anti-dron sistemləri istehsal edir. Ona görə də bu təcrübə Birləşmiş Ştatlar üçün olduqca dəyərli hesab olunur. Bu sistemlər Patriot və digər müdafiə sistemlərinə qarşı nisbətən daha ucuz və kütləvi istehsal oluna bilən variantdır. Analitiklər bildirirlər ki, Yaxın Şərq münaqişəsi Birləşmiş Ştatlar və Körfəz ölkələrini yeni müdafiə texnologiyalarına doğru istiqamətləndirib. İranın kütləvi dron hücumları mövcud müdafiə sistemlərinin bir növ çarəsizliyini göstərdi. Hava hücumuna müdafiə sistemləri çoxsaylı hücum dronlarını eyni anda effektiv qarşılayacaq qədər çevik deyil. Hücum dronlarının ucuz və sürətli olması onları radar və müdafiə sistemləri üçün çətin hədəf halına gətirir. Bu isə Birləşmiş Ştatlar və Körfəz ölkələrini daha çevik, ucuz və kütləvi tətbiq oluna bilən müdafiə vasitələrinə maraq göstərməyə məcbur edir. Ukraynanın anti-dron təcrübəsi bu baxımdan praktik və test edilən model sayılır. Yeri gəlmişkən Ukrayna ilə yanaşı bəzi ölkələr də ucuz və çevik anti-dron sistemlərinin istehsalına başlayıb. Bu sahədə xüsusilə Yunanistan və Rumıniya şirkətləri seçilir. Ötən il Rusiyanın dron təhdidləri ilə üz-üzə qalan Polşa isə Avropanın dron divarı layihəsi çərçivəsində SAN sistemini hazırlayaraq sensor, radar və radioelektron müdaxilə texnologiyalarını birləşdirir. Hindistan isə avtonom sürü tipli sistemlərlə dron hücumlarına qarşı çevik müdafiə imkanları üzərində çalışır.